Hamıya salam. Məlumat və analitik xidmət sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. Hər bir göstəriciyə biraz daha ətraflı baxaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Təşkilatın hər bir parametrini diqqətlə nəzərdən keçirməyi təklif edirik. İndi şirkətin əsas fundamental göstəricilərini təhlil edək. Dini Brands Global Inc. Ticker DÖN. Bu icmal 09 aprel 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Dini Brands Global Inc. alt kateqoriyaya aiddir. Public Catering müqayisədə 56 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Videonun nəticələrinə əsasən verilən qərarları görəcəyik. Sözü gedən şirkət üçün ümumi nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta nəticə 2,5 bal. Geniş baxsanız, ümumilikdə birja daxilində. Qeyd edə bilərik ki, ABŞ fond bazarı üçün ümumi hesabda orta xal 1,9 baldır. 3-ün 6,5 xalla qarşı Dini Brands Global Inc. Şirkətin səhm qiymətinin hərəkətinin müqayisəsi Dini Brands Global Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ayda hissləri görəcəyik. Dini Brands Global Inc. mənfi 56,6% dinamika göstərib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı %3,4. Bu açıq aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Dini Brands Global Inc. 0,29 milyard dollardır. 622 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Dini Brands Global Inc. 0,47% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,21 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 40 milyard dollardır. Dini Brands Global Inc. 0,539% payı təmsil edir. Bazar və balans kapitallaşmasının işğal edilmiş səhmlərini müqayisə edərək aşağıdakıları görəcəyik. Paylaş Dini Brands Global Inc. Alt kateqoriyada mübadilə dəyəri qiymətləndirilərkən 0,47% təşkil edir. Balans dəyəri 0,539% təşkil edir. Bu, bazar dəyərinin payından 1247% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən təşkilatın heç bir maliyyə öhdəliyi yoxdur. Şirkətin borc öhdəliklərinin səviyyəsi üzrə nəticə çox yaxşı 2 bal. Şirkətin bazar qiymətinin mənfəətinə nisbəti 4,7-dir. Alt kateqoriya üzrə orta göstərici 27,3 təşkil edir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 83% aşağıdır. Alt kateqoriya təşkilatları ilə müqayisədə mübadilə qiymətinin mənfəət göstəricisi üzrə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 63 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 79 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 26,1% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin gəlir balansına qiyməti 0,4-üdür. İkinci alt kateqoriya üzrə orta göstəricidir ki, bu da alt kateqoriyadan 80% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar dəyərinin onun gəlirinə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 810 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 1,20 milyon dollar olacağı gözlənilir.
Bu da hazırki göstəricidən 26% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək satış göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 7,7%, alt kateqoriyada orta hesabla 7,3% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 0,5% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,43% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 9% azdır. Bu, şirkətin cari mübadilə qiyməti arasında uyğunsuzluğu göstərir. Dini Brands Global Inc. yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $296.000. Alt kateqoriyada isə $271.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 9,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəət $63,400. Alt kateqoriya üzrə orta göstərici ilə $9,900 və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 538% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən satış payı $819.000 təşkil edir. Alt kateqoriyada $137.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 498%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin payının qiymətləndirilməsi yaxşı 0,5 bal. Səhmlər qısa 18,9%, alt kateqoriya orta hesabla 3,1%dir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici RSI 14 şirkət üçün 25% səviyyəsini göstərir. Dini Brands Global Inc. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14, təxminən 35% təşkil edir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin qiymətli kağızlarından yüksək qiymətləndirilir. Dini Brands Global Inc. Şirkətin cari səhm qiyməti təxminən $18,78. Şirkətin səhmləri üçün konsensus qiyməti $27,34 ətrafındadır. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 46%dir. Sifariş cədvəlinə baxaq, o hamı üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli əvvəllər müəyyən bir mövsümdə məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin təhlili nəticəsində Dini Brands Global Inc. İstinad reyting sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $18,77 qiymətə alış sifarişi açın. Sifariş şirkətin nisbətən yüksək qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə modelindən, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 21,06. Stop loss 16,48 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sövdələşmə 09 may 2025-ci il tarixində ticarətin sonunda müstəqil şəkildə bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, SK, balanslaşdıran satış sifarişidir. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş avtomatik olaraq müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.